Gündəmin ən vacib məsələlərindən biri ötən illərin təcrübəsindən sonra, acı təcrübələrindən sonra yenə də yağışlar başlayır. Yenə də mi faciəli hadisələr təkrar olunacaq? Yenə də mi hansısa körpünün altında, hansısa keçiddə insanlar suda boğulacaqlar? Yenə də mi yollar keçilməz hala düşəcəkdir? Yenə də mi insanlar yolu keçmək üçün qayıq axtaracaqlar, qayığa minsinlər, keçsinlər yolu? Yəni bu məsələlər, bu suallar bu günlərdə insanı düşündürür, insanları düşündürür. Bakı şəhər meri var, Eldar Əzizov adında. Bu günləri nə ilə məşğuldur? Hər dəfədə bir təhər sudan quru çıxmağa bacarır bu adam. Yağışlar yağır, insanlar yağışın içərisində əziyyət çəkirlər, maşınlar dayanır, yolda insanlar gölməçənin əlində qalırlar. Lük deyilən o qapaqların ağzı açılır, lüka düşənlər olur, insanlar bilmirlər ki, nə cür bu vəziyyətdən çıxsınlar, qəzəblənirlər, əsəbləşirlər. Bir dənə Eldar Əzizov hər dəfə bütün bu serin suyun içərisindən qupquru çıxır. Ona görə də indidən biz bildiririk ki, cavab versinlər, hansı tədbirlər görürlər, yağışlar başlayacaqdır. Hər yer doğru yağışlayır. Bu yaxınlarda biz gördük ki, New York'ta da çox güclü yağış yağmışdı. İstanbul'da yağışlar yağanda da bilirik ki, küçələrdə sel gedir, avtobusların içərisinə qədər, aşağıda olan evlərə qədər su dolur. Bilirik bunların hamısı. Ama onun qabağını almağa tədbirlər görürlər istənilən ölkədə, istənilən şəhərdə. Amma bizdə o tədbir görülür, yoxsa yenə də Allahın umuduna buraxırlar ki, 2 gün, 3 gün keçsin, insanlar biraz vəziyyətdən çıxsınlar bir təhər, sonra o üzünə damlasınlar, bu üzün çevirsin, bu üzün damlasın, o üzün çevirsin, sonra da yenə də öz həyatlarını davam eləsin. Ona görə indidən özlərinin hesabatlarını versinlər, bir sıra cərgə yoxlaması keçirsinlər, texnikalarını yoxlasınlar, görsünlər ki, hazırları yoxsa yox. Ona görə də biz indidən partiya sədri olaraq, siyasi proseslərin iştirakçısı olaraq bu məsələni diqqətə çatdırırıq ki, hakimiyyətin bu işlə məşğul olan qurumları ciddi tədbirlər görsünlər və bununla bağlı da əhaliyə məlumat versinlər.